Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun, əziz dostlar, əziz izləyicilər. Əvvəl onu qeyd edeyim ki, uzun müddətdir biz canlı yayımlarımızı gerçəkləşdirmək imkanlarımız olmurdu və biz son günlər daha çox kitabların təbliğinə və kitabların nəşr olunan kitabların haqqında müəyyən paylaşımlar edirik və çox sevindirici haldır ki, insanlarımız kitablara çox böyük maraq göstərirlər. Əlbəttə ki, mən uzun müddətdir ki, hüquqla bağlı, dövlətçiliklə bağlı çox sayda kitablarla və ümumiyyətlə gərəkli ədəbiyyatlarla da tanış olandan sonra müəyyən dərəcədə xüsusilə mən Azərbaycan Respublikasının konstitusiyasını və məşhur fransız filosofu Charles Louis Montesquieu'nun kitabını tövsiyə edərdim. Ümumiyyətlə bu vətəndaşlarımızın əlbəttə ki, siyasi partiyaların və daha çox qeyri-hökumət təşkilatların və kütləvi informasiya vasitələrinin daha çox mütaliə edəcəyi kitablardır. Çünki hər bir ölkənin, hər bir vətəndaşın normal, sağlam bir düşüncəli bir insanın təbii ki, oxumalı olan kitablardan biridir. Təbii ki, dünyanın demokratik ölkələrin təcrübəsinə və dünyanın beynəlxalq Avropa standartlarına cavab verən kriteriyalarla məsələlərə yanaşsaq, əlbəttə ki, biz dünya təcrübəsinə, dünya standartlarına cavab verən bir kitabları oxusaq daha məsləhətlidir. Çünki son günlər Türkiyədə və Azərbaycanda təhsilimizlə bağlı, xüsusilə orta təhsildə baş verən kriminal hadisələr və müəyyən terror hadisələri sübut edir ki, əlbəttə biz bu cür hüquqdan kənar, qanundan kənar, konstitusiyadan kənar kitabların təbliğ olunması, serialların çəkilməsi əlbəttə ki, Azərbaycanda və ümumiyyətlə dünyada, Türk dünyasında mənfi tendensiyaların yaranmasına səbəb olur. Və əlbəttə ki, biz hesab edirik ki, kitabların təbliğ olunması və xüsusilə biz məşhur Azərbaycanın tanınmış müstəqil bir televiziyanın, Xural televiziyasının və Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının müəyyən xeyriyyə məqsədi ilə və təbii ki, səhhətində yaranan problemlərin həllinə yönəlik bir maddi probleminin həllində təbii ki, həm mütaliənin, həm də belə deyək, cəmiyyətə kitabın əhəmiyyətini artırmaq istiqamətində bir marafon təşkil olundu və bu marafonun da keçirilməsi həm ölkəmiz üçün, həm dövlətimiz üçün çox əhəmiyyətli və dünyada kitabın nə qədər əhəmiyyətli və vacib olduğunu sübut edən addımlardan biridir. Təbii ki, biz bu trendə və bu marafona qoşulmaqla əslində bizim nə qədər vacib və nə qədər əhəmiyyətli bir sahənin içində yer aldığımızı göstərdik və bilirsiniz ki, bizim təşkilatımızın da qurucusu Əhməd bəy Ağoğlu da 1905-ci ildə yaratmış olduğu difai təşkilatında həm yüksək intellektdə, yüksək təhsilli bir parlamentimizin, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin qurulmasında əvəzsiz rol oynayan böyük Azərbaycanın Paris Sülh Konferansındakı nümayəndə heyətinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun və Azərbaycanda ilk dəfə olaraq Türk dünyasında müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının yaranmasında əvəzsiz rol oynayan Nağı bəy Şeyxsamanlının da və Azərbaycanda dini dəyərlərin, milli mənəvi dəyərlərin qorunmasında əvəzsiz rol oynayan Pişmənzadənin də iradəsi ilə yaradılan difai təşkilatının ənənələrini yaşatmaq və bu ənənələrə söykənən bir etatizm ideologiyasına və onun praktiki əsaslarla xidmət etdiyimizi sübut edən və son günlər biz müxtəlif təqsirlənilən şəxslərin və müxtəlif sahələrdə çalışan
məşhur və ölkəmizin demokratik inkişafı üçün, ölkəmizdə söz azadlığının inkişafı üçün xidmətlər göstərmiş və ölkəmizi Avropaya inteqrasiyasını dəstəkləyən insanların təqsirlənilən şəxs qismində iştirak edən insanların məhkəmə proseslərini izləyirik və biz əslində məhkəməyə təsir etmək və məhkəmənin müstəqilliyini qorumaq naminə göstərdiyimiz bu jurnalistika fəaliyyəti də təbii ki, bəzən vətəndaşlarımız tərəfindən təqdirə layiq olur. Və biz həmişə ədalətin və beynəlxalq hüququn hər zaman yanında olduğumuzu fəaliyyətimizlə bir daha sübut etmişik. Təbii ki, mən hesab edirəm ki, 1905-ci ildə yaradılan bir təşkilatımızın əlbəttə ki, ənənələrini qoruyub saxlamaq və bu ənənələrə söykənən bir ölkənin müstəqilliyini və ərazi bütövlüyünü bərpa edən bir anlayışla yanaşırıq və bəzi hallarda biz ölkəmizin milli maraqlarını, dövlətimizin milli maraqlarını qoruyan amilləri önə çıxarmaq və bu amillər üzərində dövlət orqanlarımızla əməkdaşlıq etmək və dövlət orqanlarımızla koordinasiyalı çalışmaq imkanlarımız var. Və əlbəttə ki, biz dövlətimizi qurmuş və dövlətimizi qorumuş, ölkəmizin prezidentlərini, parlamentlərini və bələdiyyələrini seçmiş bir vətəndaş olaraq, bir təşkilat olaraq, əlbəttə bizim borcumuzdur ki, bu dövlətimizi qorumaq və bu dövlətimizin inkişafı yolunda çalışmalar aparmaq bizim boynumuzun borcudur. Təbii ki, bəzi insanlar bizim iqtidar, bəzi qüvvələr iqtidar yönümlü, bəziləri isə müxalif yönümlü insanlar var ki, onlar bizim mövqeyimizi tərəfsiz, müstəqil və obyektiv bir neytral mövqedən yanaşdığımızı əyani şəkildə görürlər və paylaşımlarımızda da bunu açıq şəkildə görürlər və biz dünyada baş verən idman hadisələri, siyasi hadisələr, hərbi əməliyyatlar, hərbi proseslərlə bağlı müəyyən kəşfiyyat, kəşfluq yönündə araşdırmalar apardıq və təbii ki, dünyanın bütün demokratik ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq etmək və bu əməkdaşlıq çərçivəsində ölkəmizin milli maraqlarını, ölkəmizin milli təhlükəsizliyini qorumaq bizim müstəsna borcumuzdur. Və bəzi hallarda görürük ki, xarici ölkələrdə yaşayan blogerlər və jurnalistlər bəzən milli maraqlarımıza zidd olaraq ölkəmizin müstəqilliyini, ölkəmizin dövlətçilik maraqlarını zərər vuran informasiyaları yaymaqla əslində həm konstitusiyon quruluşumuza və ölkəmizin müstəqilliyimizin, dövlətçiliyimizin inkişafına və demokratik dəyərlərin inkişafına və demokratik cəmiyyətimizin qurulması imkanlarına böyük mənada zərbələr vururlar. Təbii ki, mən onların kim olduqlarını, onların təbii ki, baş prokurorluq da onlar barəsində istintaq işləri aparır və onlar barəsində çoxsaylı cinayət işlərinin açılması da sübut edir. Sözsüz ki, biz məhkəmə instansiyasına təsir etmək və məhkəmə qərarlarını təsir etmə imkanlarımız əlbəttə bizim yazılarımız və bu məsələyə obyektiv və neytral mövqedən yanaşmağımız göstərir ki, biz heç bir halda hansısa Rusiyanın xüsusi xidmət orqanlarından qorxmuruq və onların təxribatı, pozuculuq fəaliyyətindən qətiyyən qorxmuruq. Və hesab edirik ki, kimlərsə bizi hansısa təqibdən, repressiyadan çəkindirmək və təbii ki, biz onların bu cür addımlarının atacağını bilirik və onlar 37-ci ildə də, 20-ci ildə də və 90-cı il 20 yanvar günlərində də bizə yaşatdıqları və xüsusilə 30 illik Dağlıq Qarabağ münaqişəsindən bizə yaşatdıqları faciələri biz çox yaxşı bilirik. Amma bəzi qüvvələr, bəzən medialarda Rusiyanın xüsusi xidmət orqanlarının təsiri altından çıxa bilmirlər və bəzi hallarda Rusiyanın xüsusi xidmət orqanlarının informasiyalarını yaymaqla insanların hissləri ilə və insanların psixologiyasından oynayırlar. Və bəzən görürük ki,
Türk dünyası ilə bağlı dezinformasiyalar yaymaqla, dezinformasiyalar yaymağa çalışmaqla insanlarımızda turançılığa və Atatürk ilkələrinə və bizim Cümhuriyyət dəyərlərimizə zərər vururlar. Bəzi hallarda görürük ki, Məhəmməd Əmin Rəsulzadəni, Mustafa Kemal Atatürkü qəbul etməyən bəzi antimilli unsurlar var ki, onlar turançılıqdan dəm vururlar. Osmanlı imperiyasının, Osmanlı torunuyam deyə şüarlarla insanlarda çaşqınlıq yaradırlar. Biz onların hansı xislətdə olduğunu, hansı niyyətdə olduğunu çox yaxşı bilirik və bizim üç rəngli bayrağımızın 1918-ci ildə qalqalanan bayrağımızın enməyəcəyini və bu enməz olduğunu biz bütün fəaliyyətimizlə, bütün fikirlərimizlə, məfkürəmizlə bunu hər zaman aşılamağa çalışmışıq. Və biz bəzi hallarda Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçi bəyin, Heydər Əliyevin xidmətlərini, onların dövlət qarşısında, vətən qarşısındakı xidmətlərini hər zaman yüksək qiymətləndirmişik və hər zaman onların müstəqilliyimizə və dövlətçilik maraqlarımıza xidmət etdiyini və dövlətimizin müstəqilliyinə və dövlətimizin milli maraqlarının təmin olunmasına və qorunmasına çalışdığını hər zaman ifadə eləmişik. Bəzi qüvvələr var ki, xüsusilə Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçi bəy, Heydər Əliyev əqidəsində olan insanlar var ki, onlar insanlar arasında partiyalar arası bir qarşıdurma, partiyalar arası bir firqa maraqlarını önə çəkirlər və dövlətin milli maraqlarını kənara çəkirlər. Və biz bunların hansı niyyətlərlə, hansı məqsədlərlə etdiyini çox yaxşı bilirik. Və biz hətta Əli Oğuzun efirinin vurulmasını da təsadüfi xarakter almadığını düşünürük. Çünki çox təəssüf ki, ölkəmizin xaricində fəaliyyət göstərən insanların çox böyük bir hissəsi İsrail-İran müharibəsində, Amerika-İran müharibəsində açıq-aşkar İranın maraqlarına xidmət edən təbliğatlarını gördük. Hətta hicab qadağası ilə bağlı çox sayda medialarda bir dövlətimizə qarşı və dövlətimizin sekulyar quruluşuna qarşı, dünyəvi quruluşuna qarşı bir səlib yürüşünə başlatdıqlarını gördük. Və hətta Azərbaycanın İsraillə tarixi çox əsrlik Xəzər xaqanlığından bəri formalaşan dostluğuna və qardaşlığına zərər vuran təbliğatlarına da rast gəldik və hətta Mustafa Kemal Atatürkün İsraillə münasibətlərinin, İsrailin Atatürkə olan göstərdiyi hörmətin, sayğının belə olmasını ifadə edən paylaşımları etsək belə, onlar yenə də həmin o İran Fars Molla rejiminə və Rusiyanın Putin rejiminə xidmət edən bir çox təbliğatlarının və qara PR kampaniyasının və antimilli bir qüvvə olduğunu bir daha onların paylaşımlarında görmək olar. Ümumiyyətlə, insanlar başa düşməlidirlər ki, dövlətimizin milli maraqlarını, bayrağımızın, gerbimizin, himnimizin və ən əsası bizim konstitusiyamızın əməl edilməsi ən vacib məsələlərdən biridir. Əlbəttə ki, hər bir vətəndaş yol hərəkəti qaydalarını da, konstitusiyanı da bilməlidir və dünyanın demokratik ölkələrin təcrübəsini, standartlarını öyrənməlidir. Hər halda, əgər insanlarımız yüksək rifah halında yaşamaq istəyirsə və vətəndaşlarımız problemsiz yaşamaq istəyirlərsə və hüququn aliyinin qorunmasında maraqlıdırlarsa, əlbəttə ki, bu təcrübələri, beynəlxalq təcrübələri öyrənməlidirlər. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə kriminal dünyanın və kriminal aləmin reallıqlarını əks etdirən təbliğatlara rast gəlirik. Və geri gəlmişkən, ictimai televiziyada son günlər çəkilən bölmə serialı və o cümlədən xüsusilə özəl televiziyada yayımlanan Qırmızı Zona serialında biz polis orqanlarımızın yüksək peşəkarlığını və o cümlədən polislərimizin ictimai asayişin çox yüksək səviyyədə qorunması ilə bağlı təqdirə layiq bir serial çəkilişlərinə start verdilər. Əlbəttə, bunu mən alqışlayıram. Amma bir şərtlə ki, bu serialda cinayətkarlara qarşı mübarizənin, kriminal dünyaya qarşı mübarizənin əlbəttə effektiv olması üçün birinci növbədə əlbəttə ki, məhkəmə hakimiyyətinin rolunun film
vasitəsilə, serial vasitəsilə nümayiş edilməsi ən vacib məsələlərdən biridir. Çox təəssüflər olsun ki, Azərbaycan teatrında, Azərbaycan kinematografiyasında bizim çox sayda əfsanəvi və korifey sənətkarlarımızın vaxtsız, zamansız itkisi bu məsələlərdə bizim yetərincə düşünürəm ki, hətta bugün bayağı verilişlərin, bayağı ailə məişət zəminində müzakirələrin dayandırılması əlbəttə ki, təqdirə layiq haldır və audiovizual şuraya buradan təşəkkürlərimizi bildiririk. Yer gəlmişkən, bugün həm də Gender Watch mediası demokratik ölkələrin, xüsusilə Baltikanı ölkələrin qeyri-hökumət təşkilatlarını və qadın hüquqlarını müdafiə edən QHT-lərin və Azərbaycan xüsusilə biznes sahəsində qadın sahibkarların rolunun inkişafı istiqamətində bir Landmark oteldə belə bir beynəlxalq səviyyədə bir tədbir keçirildi. Əlbəttə, çox təəssüflər olsun ki, biz zamanında qeydiyyatdan keçə bilmədik. Əlbəttə, qeydiyyatdan keçsək də biz zaman tapıb iştirak etmə imkanlarımız və hətta bizə e-mail adresindən və telefon nömrəmizə təbii ki, mesaj gəlmədiyi üçün biz iştirak hüququndan məhrum olduq. Əlbəttə ki, bu yerlərin məhdud olması və insanların sayının, müraciət edənlərin sayının çox olması ilə bağlı idi. Digər tərəfdən, yer gəlmişkən, bugün həm də xaricdə yaşayan soydaşlarımız və blogerlərimiz deməli, Xalq Parlamentinin bir rəyasət heyətinin namizədlərin seçicilərin təbii ki, seçicilərin səs verməsi, yəni namizədlərə səs vermə prosesi start verdi və yer gəlmişkən həm bugün də bizim dəyərli Azərbaycan Respublikasının konstitusiyasına görə və KİF haqqında qanuna görə mətbuat 4-cü hakimiyyət olması baxımından bugün həm də Azərbaycanın müstəqil mediası olan Toplum TV-nin Ağır Cinayətlər Məhkəməsində bir məhkəmə prosesində iştirak elədik və bu prosesdə həm də 3-cü Respublika platforması Azərbaycanda parlamentarizm və ölkəmizin demokratik respublika olması istiqamətində demokratik seçkilərin və insan haqlarının qorunması yolunda fəaliyyət göstərən müstəqil bir QHT-nin və o cümlədən Demokratik Təşəbbüslər İnstitutunun təmsilçilərinin, nümayəndələrinin bir təqsirlənilən şəxs qismində və Beynəlxalq İnsan Haqları Təşkilatı tərəfindən siyasi məhbus hesab olunan vətəndaşlarımızın məhkəmə prosesində iştirak elədi və məhkəmə zamanı vəkillər arasında təbii ki, çox sayda tanıdığımız Aqil, üzr istəyirəm, Günay İsmailova, Elçin Sadıqov və Rəsul Cəfərov və digərləri bu məhkəmə prosesində təqsirlənilən şəxslərin və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan şəxslərin vəkilləri iştirak elədilər və məhkəmə iclasında biz şahidlərin də dindirilməsinə şahidi olduq və şahidlərin böyük bir hissəsi böyük ehtimalla mən düşünürəm ki, Rusiyanın xüsusi xidmət orqanlarının şahid qismində cəlb olunması və burada təbii ki, sözsüz ki, onların ölkəmizin demokratik imicinə və ölkəmizin milli maraqlarına zidd olan bir onların qeyri-qanuni şəkildə şahidlər özləri də bunu açıq etiraf eləməsələr də, amma görünən mənzərə odur ki, onlar şahid qismində yox, həm də zərər çəkən qismində iştirak deməli iştirakçı kimi təqdim olunurdu. Amma halbuki onlar bilirsiniz ki, qeyri-qanuni valyutanın məhz insanların təbii ki, şərlənməsi və insanların günahlandırılması, sıravi jurnalistlərin və sıravi vətəndaşlarımızın günahlandırılması yolunda onlar şahidlik edirlər və özləri şəxsən bu valyutaların onlar tərəfindən qoyulmasını etiraf elədilər və digər tərəfdən
Məhkəmə prosesi zamanı təqsirlənən şəxslərdən biri təbii ki, Beynəlxalq İnsan Haqları Təşkilatı tərəfindən siyasi məhbus sayılan Fərid İsmailov, Toplum TV-nin əməkdaşı, məhkəmə zamanı İstintaq qrupunun rəhbəri Əlibaba Hacıyevin məhkəməyə dəvət olunması və məhkəmə zamanı şahidin də bu qeyri-qanuni əməlində törədilməsi ilə bağlı onun cinayət işinə cəlb olunmasını vacibliyini bildirdilər və burada əlbəttə ki, jurnalistin təbii ki, dövlətimizin hüquq mühafizə orqanına müraciət etməsi təbii haldır və təbii görünən haldır, təbii görünən hüququdur. Digər bir məsələ isə əlbəttə ki, digər təqsirlənən şəxsin, Toplum TV-nin baş redaktorunun Ələsgər Məmmədoğlunun bir hüquqşünas olaraq, bir jurnalist olaraq onun xüsusi mülkiyyətinin və onun məxsus avtomobilin müsadirə edilməsi və ona həbs qoyulması məsələsini də bağlı vəsadət tələb etdi və digər tərəfdən məhkəmə prosesi çox demokratik və çox şəffaf şəraitdə keçirildi və mən deyərdim ki, məhkəmədə tərəflər özlərini hər halda haqlı, əsaslı, tutarlı gördülər və həm dövlət ittihamçısı özünə görə haqlı və özünə görə ədalətli görünürdü və o biri tərəfdən isə təqsirlənən şəxslər də özləri təqsirli olmadıqlarının və təqsirsizlik prezumpsiyasına riayət olunmasının vacib olduğunu bildirdilər. Çünki onlar da əlbəttə ki, ölkəmizin milli maraqlarını müdafiə elədiklərini və ölkəmizin Avropaya inteqrasiyasının daha vacib olduğunu və bizim böyük qurucu babalarımızın Əhməd Əmi Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin, hətta orada digər təqsirlənən şəxsin təbii ki, D18 hərəkatının qurucularından olan 3-cü Respublika platformasının spikeri, deməli, Ruslan İzzətli, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmi Rəsulzadənin vəfatı günü, 6 mart günündə tədbirin keçirilməsindən sonra onun təbii ki, şübhəli şəxs qismində həbs olunması və onun barəsində həbs qəti imtahan tədbirinin seçilməsi ilə bağlı ləğv olunması və bəraət alınması barəsində ifadə verdi və təbii ki, məhkəmə iclasında ifadə verdi, çıxış elədi, geniş bir çıxış etdi və digər tərəfdən məhkəmə prosesi zamanı digər deməli Toplum TV-yə müsahibə verən, xüsusilə BMT-nin iqlim dəyişikliyi üzrə COP29 tədbirində iştirak zamanı müsahibə aldığı təbii ki, dəyərli bizim prezident administrasiyasının mətbuat xidmətinin rəhbəri, hörmətli Hikmət Hacıyev cənablarının və o cümlədən bizim millət vəkillərimiz dəyərli Siyavuş Novruzovun və Hikmət Babaoğlu'nun da məhkəmə iclasında şahid qismində iştirak etməsinin və onların təbii ki, iştirakı zamanı müəyyən dərəcədə təqsirlənən şəxslərin bəraət alınması imkanlarının daha yüngül olacağını və ən azından bir xalqımızın və dövlətimizin etimadını doğruldan həmin kadrların və xalq tərəfindən seçilən millət vəkillərimizin də həmin prosesdə seçkili orqanın nümayəndəsi kimi iştirak etməsinin məhkəmə instansiyasına təsir etmə imkanlarının olacağını düşünürdülər və nəzərə alsaq ki, Azərbaycan Respublikasının konstitusiyasına görə Azərbaycanın qanunvericilik orqanı təbii ki, parlament və məhkəmə instansiyasıdır. Çünki unutmayaq ki, bütün parlament seçkiləri, prezident seçkiləri, bələdiyyə seçkiləri məhz məhkəmə instansiyasında seçkilərin nəticələri təsdiqlənir və bilirsiniz ki, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarını təsdiqləyir və seçkilərin keçirilməsində seçkilərin nəticələrini təsdiqləyir və bu baxımdan hətta şikayətlər edilməsi üçün apellyasiya məhkəməsinə də və ali məhkəməyə də müraciət etmə imkanları olur. Əlbəttə, hər bir namizəd. Bu baxımdan düşünürəm ki, ümumiyyətlə biz dünyada baş verən və Azərbaycanda baş verən hadisələri, ölkə daxilində baş verən hadisələri izləməklə və proseslərə təsir etmə imkanları etməyimiz baxımdan çox effektiv hesab edirəm. Düşünürəm ki, məhsuldar bir fəaliyyətimiz var, məhsuldar bir işlərimiz var. Əlbəttə ki, bizim
mütərəqqi addımlarımız, mütərəqqi təşəbbüslərimiz dövlətimizin orqanları tərəfindən bəzi hallarda təqdir olunur və bəzi hallarda dövlətimizin keşiyində dayanan və sərhədlərimizin mühafizəsində xidmətləri olan bəzən Müdafiə Nazirliyi və yaxud da sərhəd qoşunları bizim fəaliyyətimizi çox yüksək səviyyədə izləyirlər və bəzi hallarda təşəkkürlərini və onlar bizim fəaliyyətimizi yüksək qiymətləndirirlər. Və ümumiyyətlə düşünürəm ki, biz əlimizdən gələn etməliyik ki, bütün günahsız həbs olunan insanların, təqsirlənən şəxs qismində həbs olunan insanların dərhal azadlığa buraxılması, xüsusilə onlar arasında Beynəlxalq İnsan Haqları Təşkilatı tərəfindən siyasi məhbus kimi qiymətləndirən insanların dərhal azadlığa buraxılması həm ölkəmizin müsbət imicinə və son günlər Niderland parlamentinin, Belçika krallığının parlamentinin Azərbaycana qarşı verilən qətnamələrin də ləğv olunmasına imkan yarada bilər və əlbəttə ki, biz də istəyərdik ki, qanunvericilik orqanımız və seçkili orqanlarımız Avropa Şurasının, Parlament Assambleyasının plenar icrasında iştirak etsinlər və bu müəyyən dərəcədə ölkəmizin inkişafına da təkan vermiş olar. Və biz də buna ülvi niyyətlərlə arzuluyuruq və istərdik ki, biz də bir hakimiyyətin 4-cü qolu olaraq 3-cü hakimiyyətə, məhkəmə hakimiyyətinə təsir edə bilək və müəyyən dərəcədə bu proseslərdə müsbət rol oynayaq. Digər bir xoşagəlməz bir xəbər də bugün aldıq. Bizim dəyərli silahdaşımız və dəyərli dostumuz bizə ölkəmizin respublika quruluşunu müdafiə edən dəyərli bugün təqsirlənən şəxs qismində 15 il azadlıqdan məhrum edilən Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının xanımı Samirə Qasımlı Binəqədi rayon məhkəməsinin deməli təbii ki zərər çəkən qismində və şahid qismində iştirak edən Azər Qasımlının məhkəməsində iştirak edən Qurbanəli Yusifovun şikayəti əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə və Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin qərarı ilə Samirə Qasımlının ölkəyə xaricə çıxışı məhdudlaşdırılıb və hava limanına gedərkən onun gedişinə, xaricə getməsinə məhdudiyyət qoyulub. Əlbəttə ki, bu tendensiyada mənə elə gəlir ki, bu məhkəmənin qərarı ilə və Daxili İşlər Nazirliyinin qərarı ilə baş verib və biz də istəyərdik ki, əlbəttə ki, Daxili İşlər Nazirliyi ilə münasibətlər hər halda hər bir vətəndaş üçün təhlükəsiz və ictimai asayişin qorunması baxımından əlbəttə ki, biz də istəyərdik ki, bir jurnalistika, təbii ki, jurnalistika, 4-cü hakimiyyət bir körpü rolunda oynasın və əlbəttə ki, vətəndaşın hüquqi pozuntuları olmasın. Əlbəttə ki, hər bir vətəndaş öz hüquqlarını qorumağı bacarsın və bu baxımdan bu məsələnin də dərin kökləri var. Çünki bilirsiniz ki, biz məhkəməyə prosesini izləyirdik və bu məhkəmə prosesində, xüsusilə apellyasiya məhkəməsində təqsirlənilən şəxsin vəkili Aqil Lahıc məhkəmə iclasında hakimdən vəsadət tələb etdi ki, orada təbii ki, şahid qismində deməli zərər çəkənin təbii ki, keçmiş xanımı, həyat yoldaşı şahid qismində iştirak etsin və bundan dərhal adekvat olaraq zərər çəkən Qurbanəli Yusifov məhkəmə iclasından sonra Binəqədi rayon məhkəməsinə müraciət edərək Samirə Qasımlının barəsində cinayət işinin açılması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən bu cümə günü təbii ki, məhkəmə iclası keçirilməsi planlaşdırılır və əlbəttə biz də yəqin ki, yaxın günlərdə iştirak edəcəyik və ümumiyyətlə məhkəmə proseslərində iştirak etməyimiz həm müsbət tendensiya yaradır, həm prosesləri obyektiv qiymətləndirməyimizə və məhkəmənin təqsirlənilən şəxslərin xeyrinə
qərar verilməsinə çalışırıq və əlbəttə ki, biz ölkəmizdə heç kəsin təqsirlənən şəxs qismində cəlb olunmamasını istəyirik. Çünki cinayətkarlığın sayı azalarsa, ölkəmizin demokratik inkişafı və ölkəmizin dünya birliyinə, xüsusilə Avropa İttifaqına və ya NATO-ya inteqrasiyası daha da sürətlənmiş olar. Və əlbəttə ki, seçkilərin demokratik keçirilməsi, istər prezident seçkiləri, istər parlament seçkiləri, istər bələdiyyə seçkilərində şəffaflıq gözlənilməsi həm prezidentimizin özünə, həm parlamentimizdə xalq tərəfindən seçilən millət vəkillərimizin özünə müsbət imic yaradar və əlbəttə ki, beynəlxalq miqyasda onların hörməti və onların layiqli hörməti artar. Baxmayaraq ki, təbii ki, vətəndaşlarımız həm prezidentimizdən razıdır, həm parlamentimizdən, həm bələdiyyə sektorundan razıdır. Çünki müxtəlif nazirliklər, müxtəlif icra orqanları bələdiyyə orqanlarından çox razıdırlar. Və biz təbii ki, bilirik ki, icra hakimiyyətinin səlahiyyətləri bələdiyyə sektorunun səlahiyyətindən daha çoxdur. Çünki hər halda onu təyin edən struktur prezidentdir. Prezident də təbii ki, seçkili orqandır və prezidentin səlahiyyətləri daha çoxdur. Və o baxımdan mən düşünürəm ki, nazirlərin maaşının qalxması, icra hakimiyyətinin maaşlarının qalxması həm müsbət tendensiya yaradır. Çünki rüşvətxorluğun və korrupsiya hallarının qarşısının alınmasına imkan yaradır. Həm də onların rüşvət almasına, rüşvət verməsinə, yəni bunun müqabilində cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunmasına imkan yaratmayacaq. Ən azından onlar bu cinayət işinə belə deyək də cəlb olunması imkanları azalacaq və digər tərəfdən onların cinayət törətməsinə imkan yaratmayacaq. Amma əlbəttə ki, 92-ci ildə bilirsiniz ki, Azərbaycanda demokratik yolla ilk dəfə prezident seçilən Əbülfəz Elçibəy dövründə də müəllimlərin maaşlarının qalxması və test üsuluna qəbul imtahanlarının keçirilməsi o dövr üçün çox mütərəqqi addım idi. Çünki biz də görürük ki, bəzi hallarda seçkilərin saxtakarlıqla keçirilməsində və o cümlədən topa-topa bültenlərin atılmasında çox təəssüflər olsun ki, bəzi hallarda rüşvət alan, rüşvət verən müəllimlərin də bu işdə iştirakı gözümüzün qabağındadır və bu tendensiyada təbii ki, müəllimlərin maaşının aşağı olmasına bağlıdır. Ona görə də ümumilikdə analiz eləsək, əlbəttə biz polis orqanlarımızın maaşlarının qalxması, o cümlədən digər dövlət orqanlarımızın maaşlarının qalxması çox müsbət tendensiyadır və müsbət bir hadisədir və bu baxımdan düşünürəm ki, bu hadisələrdə biz obyektiv qiymətləndirməyimizə ehtiyac var. Bir daha hər birinizə qarşıdan gələn, bilirsiniz ki, aprel ayının 27-si Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi günüdür. Azərbaycanın ən faciəvi günlərdən biridir. Biz həmin günləri də əlbəttə ki, məhkəmə instansiyasında, məhkəmə prosesində olacaq və əlbəttə ki, biz də istəyərdik ki, 70 illik o hüquqsuz bir, acı bir reallığın, acı bir təcrübənin də Azərbaycanda yaşanmamasına çalışaq və ölkəmizi azad bir cəmiyyətə çevirək, azad və demokratik cəmiyyətə çevirək və bu baxımdan da çalışmalıyıq, əlimizdən gəlməliyik ki, vətəndaşlarımız qanun pozuntularına yol verməsin. Son günlərdə cinayətkarlığa meyillik və müxtəlif hallarda avtomobil sürücülərinin, avtobus sürücülərinin qanun pozuntularını törətməsi və onlar barəsində yol polisinin, dövlət yol patrol xidmətinin təbii ki, onlar barəsində cinayət işinin açılması, cərimələr yazması və bunu təbii ki, bizim xaricdə yaşayan bloger, xaricdə yaşayan soydaşımız Mehman Hüseynov da bunu işıqlandırır və bunu dünyaya çatdırır ki, əlbəttə vətəndaşlarımız hüquqlarını bilmir və bəzi hallarda hüquqlarının kobud şəkildə pozurlar və belə halda obyektivlik naminə deyə bilərik ki, yol patrol xidməti əlbəttə obyektiv və peşəkar şərait şəkildə çalışır. Ona görə də düşünürəm ki, biz hər bir halda insanlarımıza onu aşılamalıyıq ki, insanlar qanunları pozmasınlar, insanlar qanunlara əməl eləsinlər. Çox təəssüflər olsun ki, televiziyalarımız və internet televiziyalarımız bunu, xaricdə fəaliyyət göstərən medialarımız bunu işıqlandırmırlar və bunu təbliğ eləmirlər və
yol hərəkəti qaydalarını pozan, vətəndaşlarımızı qınayan bir təbliğata biz nə özəl televiziyalarda, nə də xaricdə fəaliyyət göstərən medialarda bunun şahidi olmuruq. İnsanlara təqdim olunan təbliğat odur ki, qanunlar tez-tez pozulur deyə insanlar qanunları inanmırlar. Yəni qanunların icra olunmasına inanmırlar. Amma mən düşünürəm ki, bu tendensiya yanlış bir tendensiyadır. Bu 70 illik bir təfəkkürün bir məhsuludur. Biz artıq müstəqil bir ölkəyik, müstəqil bir dövlətik, artıq ərazi bütövlüyümüz də bərpa olunub və biz bu baxımdan elə etməliyik ki, ölkəmiz inkişaf eləsin. Ölkəmiz dünyanın ən inkişaf etmiş ölkələrin siyasında olsun və ölkəmiz necə ki, asan xidmət, necə ki, abad xidmət, dost mərkəzləri var və necə ki, bizim Qarabağ zonasında çox sayda yüksək səviyyəli bir ağıllı kənd layihəsi, smart kənd layihəsi gerçəkləşdirilir və müasir bir süni intellekt sahəsində inkişaf gedir və əlbəttə ki, biz istərdik ki, ölkəmiz də, cəmiyyətimiz də bu inkişaf tendensiyalarına qoşulsunlar. Mən çox danışmaq istəmirəm. Əlbəttə ki, istərdim ki, bu canlı yayımlarımız mütəmadi və bəlkə biz planlaşdırırıq ki, hər gün canlı yayımlara çıxaq və gördüyümüz müşahidələr, gördüyümüz hadisələrlə bağlı öz təəssüratlarımızı insanlarımızla, vətəndaşlarımızla bölüşək. Və mən xüsusilə bu kitabı, Montesquieu'nun kitabını bütün hüquqşünaslara, polis orqanlarımızda çalışan vicdanlı polis əməkdaşlarımıza mən məmnuniyyətlə hədiyyə etməyə hazıram və bu kitabı hər birimiz oxusaq, hər birimiz mənimsəsək, mən elə gəlir ki, cinayətkarlığın sayı qat-qat azalar və ölkəmizdə cinayətkarlığa meyillik daha da azalar. Çünki xaricdə fəaliyyət göstərən medialar və ölkəmizdə fəaliyyət göstərən medialar cinayətkarlığı daha çox təbliğ edirlər və seriallar da buna daha çox təbliğata yön verirlər. Ona görə də mən düşünürəm ki, cinayətkarlığa meyillənmək olmaz və insanlar vəsvəsindən, kimliyindən, etnik mənsubiyyətindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaş qanun qarşısında, hüquq qarşısında bərabərdir və heç kəsə ixtiyar verilmir ki, kimsə qanunları pozsun və kiminsə haqqında şərəf ləyaqətinə toxunan fikirlər səsləndirsin. Yer gəlmişəm, mən onu xüsusi vurğulayım ki, biz hər halda cənab prezidentimizin sərəncamı ilə 2024-cü, 2025-ci il Konstitusiya və Suverenlik ilində çox sayda biz məhkəmə proseslərində iştirak elədik və biz hələ də bu məhkəmə proseslərinin bitməməsinin və məhkəmələrin qərarlarının obyektivliyinə və məhkəmələrin ədalətliyinə hər halda şübhəmiz olmasa da biz istəyərdik ki, hər halda məhkəmə təqsirlənən şəxslərin xeyrinə qərarlar çıxarılsın və ən azından bizim ölkəmizi sevməyən və ölkəmizdə korrupsiyanı istəyən, seçki saxtakarlığını istəyən Putin hakimiyyətinin, Putin rejiminin əlaltılarının dedikləri olmasın. Biz SSR-nin bizə gətirdiyi çox mənfi bir tendensiyaların, hüquqsuzluğun, özbaşınalığın, repressiyaların dayandırılmasını çalışaq və ölkəmizin milli maraqlarını tam olaraq bərpa olunmasına və möhkəmlənməsinə çalışaq. Ona görə də biz hesab edirik ki, bəzi hallarda informasiyaları yayan insanlar, hətta son günlər bilirsiniz ki, baş nazirimiz haqqında xoşa gəlməyən bir informasiya yayırlar və bunu bilərəkdənmi edirlər, bilmirəm. Xüsusilə hökumət yönümlü medialar və güya özlərində bir vətənpərvərlik hisslərini nümayiş etdirən insanlar, hətta prezidentin adından istifadə edən insanlar fərqində deyirlər ki, bu informasiyaları bugün yayırsan, sabah isə sənin barəndə cinayət işi aça bilərlər və sizi məsuliyyətə cəlb edə bilərlər. Və bu yanlış bir yanaşmadır. Ümumiyyətlə, hətta vəzifədə olarkən və yaxud da vəzifədən gedərkən bu informasiyaları yaymaq mənə elə gəlir ki, birinci növbədə Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri var. Onların yayacağı informasiyadır. Medianın işi vətəndaşın hüquq şuurunu, dövlətçilik şuurunu aşılamaq və
vətəndaşlarda və ümumiyyətlə cəmiyyətdə dövlətçiliyə meyillik yaratmaqdır. Medianın işi budur. Medianın işi dövlətlə vətəndaş arasında qarşıdurma yaratmaq deyil. Biz çox təəssüflər olsun ki, bəzən hökumət yönümlü medialarda, müxalif yönlü medialarda, müstəqil medialarda və xaricdə fəaliyyət göstərən medialarda eyni havanı çalırlar və eyni təbliğat aparırlar. Və Azərbaycanın bu cür bir medianı təbliğ edirlər. Bu düzgün tendensiya deyil. Medianın işi qanunların aliliyinin qorunmasıdır və qanunların pozuntusunun qarşısını almağa çalışmalıdır. Çünki unutmayaq ki, bu ölkəmizin, dövlətimizin ümumilli lideri Məhəmməd Əmin Rəsulzadə uzun illər jurnalistika sahəsində bu ölkəmizin müstəqilliyi naminə, ölkəmizin demokratikləşməsi naminə mübarizəsini aparıb. Və ona görə də biz Məhəmməd Əmin Rəsulzadənin, Əhməd bəy Ağoğlunun yolu ilə gedən istəyik.